Salam xanımlar, kanalımıza və yeni videomuza xoş gəldiniz. Bugün sizinlə hazırlanması asan, dadı isə çox yüngül olan bir şirniyyat resepti bölüşürəm. Öncəliklə bir qaba hər hansı bir istədiyiniz sadə peçenyanı blenderdan keçirdib toz halına gətirib əlavə edirik. Üzərinə əridilmiş çörək yağı əlavə edərək bu formada qarışdırırıq. Peçenya və yağımızı yaxşı qarışdırırıq. Gördüyünüz kimi əlimizdə sıxdıqda forma almalıdır. Forma verəcəyimiz qabın alt hissəsinə biraz bitki yağı çəkirik ki, peçenyamız yapışmasın. Daha sonra peçenya vuntumuzu qabımıza əlavə edib qaşıqla forma veririk. Bir stəkan vasitəsilə də yaxşı presləyirik. Və kremimiz hazır olana kimi bunu soyuducuda gözlədirik. İndi isə keçək kremimizin hazırlanma qaydasına. Qazana şəkər tozu, manna, nişasta və süd əlavə edib yaxşı qarışdırıb qazın üzərində orta ateşdə qatlaşana qədər bişiririk. Ərzaqların miqdarını açıqlama bölməsində qeyd edəcəm, oradan rahatlıqla oxuyub hazırlaya bilərsiniz. Kremimiz qatlaşıb bişdikdən sonra üzərinə yağ və vanil əlavə edib qarışdırırıq. Kremimizin dadı daha gözəl olması üçün üzərinə krem şanti və süd əlavə edib mikserlə yaxşı qarışdırırıq. Gördüyünüz kimi bu formada pürüzsüz bir krem əldə edirik. Daha sonra isə soyuducuda gözlətdiyimiz peçenyamızın üzərinə kremimizi əlavə edirik. Hər tərəfinə yayırıq və 1 saat soyuducuda gözlədirik. Kremimiz biraz özünü tutduqdan sonra üzərinə mən karamel sosu əlavə etdim. Siz zövqə görə istəsəniz vişnə, çiğ ələk və ya şokolad sosu əlavə edərək nuş edə bilərsiniz. Hazırlayan hər kəsə nuş olsun. Həqiqətən çox yüngül və dadlı bir şirniyyat alınır. Əgər vaxtınız varsa soyuducuda bir gecə gözlədin, o zaman dadı daha möhtəşəm olacaqdır. Və artıq videomuzun sonuna gəldik. İzləyən hər kəsə təşəkkür edirəm. Yeni videolardan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı, fikirlərinizi bizimlə bölüşməyi və videomuzu bəyənməyi unutmayın. Hələlik!